Xoş gəlmisiniz. Hoş gördük. Necəsiz? Teşekkür ederim. Siz necəsiniz? Yaxşı, təşəkkür edirəm. Nə olacaq sizə? Doğum dolgusu və anam 7 nöqtə prosedurumuzdan çox razı qaldı və fikirləşirəm ki, bir də onu etdirsək çox qəşəng olardı. Nə gözəl. Hansı mama 7 nöqtə hansını eləmişəm sizin ananızda? Yadınızda? Anam budur və fikirləşirəm, xatırlamıram Hə, bu xanımın qızısınız. Ay maşallah. Bu xanım möhtəşəmdir. Baxa bilərsiniz hansı xanımın qızıdır. Çox gözəl. Mama necədir? Yaxşı, çox razıdır hal-hazırda və şəkillər paylaşmaya başlayıb, artıq sosial şəbəkələrdə profil şəkillərini dəyişməyə başlayıb və deyir ki, artıq arıqlamağımın da vaxtı gəlib, çox özgüvən gəlib bir müddətdən sonra. Özgüvən, özgüvən. Əsas xanımlara özgüvəndir. O özgüvən oldusa, xanımlar çox xoşbəxt olurlar. Çox məmnun oldum, şad oldum. Çox gözəlsiniz mamanız kimi. Sizə neçə yaşınız var? 24. 24. Maşallah, xanım cavandır. Adətən cavan qızlar bizim yanımıza gələndə məsləhət görürəm ki, heç nə eləməsinlər. Yəni ki, ehtiyacları yoxdursa eləmirəm. Sağ olsunlar, çoxsu mənə qulaq asır. Dodaq dolgusu, mən buna pis baxmıram. Yoxdursa eləməlisiniz. Burun da biraz həcmlidir, üst dodağınız da azdır. Düzdür, özünüzə uyğun, incə bir dodaq dolgusu sizə eləyəcəm. 5-7 nöqtəni isə sizə mamaya elədiyim yox. Çünki mama ilə sizin yaşınız eyni deyil. Siz mamadan cavansınız. Çox yəni tərkibi zəif, incə, sizə uyğun olan, yaşınıza uyğun olan bir nəmləndirici eləyəcəm sizə. Yaxşı?